hissəyə. O günlərim imtahanda düşmüşdü, altından danışırdı. Burada 4-cü qrupların anlayacağı dildə danışır. Hüceyrə, nə bilim, yarınmayı, sonra orqanoidlər, nə bilim, nələr, heç biriniz başa düşmədiniz. İkiz nələrdən başqa. Oxumağa belə, sözləri deməyə belə adam dilinə gətirə bilmir ki, bu nə sözlərdir. Bu tipdə olan mətin şagirdlər tərəfindən çaşqınlıq yaradır. Çünki bu mətndə də məlumat vericilik var. Amma fikriniz burada olsun. Amma bu mətndə də məlumat vericilik var. Amma məlumat vericilik olsa belə, buradakı ifadələri biz başa düşmürük. Buradakı ifadələri biologiya sahəsində olan insanlar, bioloqlar, biologiyanı oxuyan şagirdlər başa düşürlər. Hər kəs tərəfindən başa düşülmür deyə, biz bu mətni gedib publisistik götürə bilmərik. Nə qədər məlumat versin. Bilmədiyimiz ifadələr var deyə bu mətn elmi üslubdadır. Dünənlərin o 4-cü qrupdakı Kənan deyir ki, mən bu mətni görsəm özü bilirəm deyə elə biləsiydim ki, publisistikdə. Əslində bilirəm, zaravat deyil, amma həqiqətən də, məsəl üçün, 4-cü qrup olmasın, 1-ci qrup olsun. Fizikada hər hansısa bir ifadə verirlər, siz onu bilirsiniz deyə, elə bilməyin ki, onu hamı bilir. Yəni, kənardan baxın, görün, bu termini hamı bilir, ya bilmir. Hətta Azərbaycan dilindən, Azərbaycan dilindən hamınız bilirsiniz ki, testdə İsim, sifət sözünü görən kimi mətndə, elə bilirsiniz ki, əksçödə isim bilməyən adam yoxdur, var. O qədər bilməyən adamlar var ki, yəni isim sözünü belə görsəz, o termindir və publisistik